Qarğış eləmək günahdır. Bir adam mənim haqqıma girib o qədər məni incidib ki, mən ona xoş bir şey arzulaya bilmirəm də. Qarğış eləməkdə sıxıntı olan tərəflər var. Çünki sən hissiyatına qapılaraq qarğış eləyərsən, qarğışda da həddi aşarsan. İlla da qarğış eləmək o demək deyil. Sən haqqıya giribsə, balasına qarğış eləyə bilərsən, ailəsinə qarğış eləyə bilərsən. Bax, burada sıxıntı odur. Məsələn, bir haqsızlıq edib, onun balası belə olsun, ailəsi belə olsun, nə bilim, anası, atası belə olsun, qarğışı yayırsan çox yerə. Haqq etməyənlərə də bəddua edirsən. Bu bir sıxıntıdır. Allaha həvalə edə bilərsən. Allah ən gözəl intiqam alandır. Hər şeyə gücü yetəndir. Elədir. Siz Allaha həvalə edin. Haqqınızı normal şəkildə ala bilirsiniz, alın. Bu da olmursa, məsələn, adam güclüdür, bir şey eləyə bilmirsən, ətrafı çox, artıq Allaha həvalə edirsən. Ya Rabbi, ən gözəl intiqamı alan sənsən, sənə həvalə etdim. Mənim haqqımı al. İlla da bu dünyada o cəza görməyə bilər zahirən, amma sən bilməzsən yenə də. Bəlkə Allah cəzalandıracaq onu. Sənin haqqın sənə gəlmədi. Düzdür, sən məmnun deyilsən də, sən gözləyirsən ki, o adamdan intiqamını alasan. Bu dünyada olmasa belə, sən görməsən belə, qiyamət günü Allah Teala sənin haqqını o adamdan alıb sənə verəcək. Nə cür verəcək? Ya onun savabları varsa sənə savablarını verəcək, sənə dəydiyin ziyan qədər. Onun savabı yoxdursa, sənin günahın verdiyi ziyan qədər də onun boynuna yüklənəcək. Ədalət yerini tapacaq. Bunu bilmək lazımdır.